Cümlə hansı clause-dur? Şərt deyil. Çünki şərt dəyişib zaman, bəzən də səbəb olar. Məsələn, o çox çalışsaydı qəbul olardı. O qəbul olmadı, çünki çox çalışmamışdı. Gördünüz, səbəblə əvəz etdik. Zaman da ola bilər. Çünki şərt zamana, səbəbə dəyişə bilir, dönüşə bilir, çevrilə bilir. Səbəbdirsə nəticə ola bilər, nəticədirsə səbəb ola bilər. Ona görə baxmaq lazımdır. Cümlədə söhbət hansı clause-dan gedir, nədə, hansı cümlə növüdür? Bu bir. Modal fellərə baxmaq lazımdır. Çünki must olan bir cümləyə siz might qoya bilməzsiniz. Mümkün deyil. Yəni bu ola biləcək bir şeydir. Məsələn, tutaq ki, should-lu bir cümləyə biz bəzən ought to, must-ı qoya bilirik. Yəni modal fel önəmlidir bu. Zamanlar çox önəmlidir. Üçüncü. Çünki present-ə past qoya bilməzsiniz. Və ən əsası bayaq da dediyim kimi bağlayıcılardır və kəmiyyət ifadə edən sözlərdir. Azlığa çoxluq, çoxluğa azlıq vermək olmaz. Azlığa azlıq vermək lazım. Məsələn, cümlə deyir ki, not much. Variantlardan seçə bilərsiniz. So little, not many, so few, too few. Only a few. Çünki negativ bir şey seçmək lazımdır ki, variantlar bir-biri ilə align with, yəni üst-üstə düşsün. Ona görə də paraphrasinglərdə mütləq baxmaq lazım. Məsələn, baxın, 7-ci sualda deyir ki, uşaqlar interaktiv müzakirə üçün kiçik balaca qruplara ayrılacaqlarını, bölünəcəklərini bilsələr, dərsə daha yaxşı adətən konsentrə olarlar, yəni daha yaxşı fokuslanarlar. Və ya diqqətlərini daha çox dərsə cəmləyərlər desək daha yaxşı olur. Diqqətlərini daha çox ora cəmləyərlər. İndi, zaten burada usually verilib, hər şey buradan bəllidir, if də verilib. Burada once bilirsiniz ki, deməli, after mənasını verir, əsasən. Burada amma adət etmək modal tərkibli bir söz istifadə olunur. Bu ola bilməz. Çünki burada get used to, bərdişkardırlar sözü yoxdur, yuxarıda ola bilməz. Bütövlükdə elə bunu əvəz eləyir usually. The whole, when students, bayaq dediyim kimi, if when əvəz oluna bilir. Gördünüz, oturdu yerinə. When students now they are going to be split up, organized into, split up into. They are going to split up into small groups for interactive discussion. They will concentrate better. Yəni, student will usually concentrate harder in the lesson. Burada focus yazmaq olardı. Focus on. Və cavab budur. C-də deyir ki, one way to improve. Demir ki, burada seçim ancaq budur. Bu ola bilməz. Burada artıq nə var? Məhdudiyyət yaradır. Limiting yoxdur cümlədə. Interactive discussion is a sure way. Bu da yenə limiting verdi burada. Mənfilər damısı. Çünki demir ki, orada ancaq yol budur. Deyir, olsa belə daha yaxşı olardı. The best way, yenə burada məhdudlaşdırma var. Tam üst-üstə align with, yəni üst-üstə düşən variantlarımız elə bir variant olacaq. Növbəti sualımız dialoqla bağlı bir test tapşırığıdır. Choose the best option to complete the dialogue. Jack, I never knew you were an urban explorer. Heç deyir, mən bilmirdim ki, bilməzdim ki, siz şəhər tədqiqatçısısınız. Is that what you were doing at the weekend? Həftə sonu etdiyiniz elə bu idi. Yes, I have been doing it for about a year now. Artıq təqribən indi bir ildir ki, mən bu işlə məşğulam. Jack'ın cavabı bizə lazımdır burada. I just love the thrill of exploring, especially in the abandoned tunnels under the streets. Küçələrin altındakı tərk edilmiş tunellərdə kəşfiyyat hissini, o həyəcanı daha çox sevirəm. Deməli, dialoqlar bilirsiniz ki, elə bir şeydir ki, dialoq mütləq şəkildə boşluq doldurmada, dialoqlarda 80% bura köklənməyə lazımdır. I just love. You just love what? Nəyi çox sevirsən? The thrill of exploring. Kəşfiyyat, o kəşf hissini, o həyəcanı, thrill. I'm thrilled, çox həyəcanlıyım, yəni çox müsbət məna ifadə edir və o duyğunu, o hissi, o həyəcanı. Harda olan kəşfiyyat? Küçələrin altındakı tərk edilmiş tunellərdəki o
kəşfiyyat, həyəcan hissini çox sevirəm. It sounds like bu ola bilməz. How long have you been? Cavab bu deyil. Çünki buna uyğun cavab tapmaq lazımdır. It's just something bu da deyil. In your opinion bu da deyil. So, you explore old forgotten places in our cities. Deyir, onda deyir, siz deyir, şəhərimizdəki qədim, unudulmuş məkanları araşdırırsınız. What do you do? Deyir, I just love. Cavab tam olaraq budur. Explore abandoned tunnels, old forgotten places. Cavabımız elə ibarət. Həmişə deyirəm, dialoq tamamlamalarda boşluqdan sonra gələn sözə köklənmək var. Deməli, reading testlərində əsas nəyə diqqət yetirmək lazımdır? Sualların mətn oxumaq ümumiyyətcə məsləhət görmürəm. İmtahanda ümumiyyətcə məsləhət görmürəm. Mətni yəni başdan ayağa oxumaq, tərcümə eləmək bu çox yanlış bir taktikadır, yanlış bir yoldur. Onun əvəzinə sualın şərtli məsləhət. Məsələn, görürük ki, 3 sualımız var. Paragraph comprehension və ya text comprehension test tapşırığı olduğuna görə. Görürük ki, burada 3 dənə sualımız var. Birinci sualımız deyir ki, the ancient castles, cathedrals and stately homes in Britain are an example of. Deməli, burada 3 şeydən söhbət gedir. Sualın şərtində onsuz verilib. Gedirəm variantlardan, yəni vaxt itirmədən gedirəm variantlardan, onu axtarıram. Görürəm ki, baxın burada var. Britain's heritage can be seen in its ancient castles, cathedrals and stately homes with their gardens and parklands. Deməli, buradakı artıq burada var. Mətndən görmək olur. Bu hissədə. O zaman variantlarda deyir ki, A. Its rich cultural past. Onsuz burada deyir Britain's heritage, mədəni irsi və ya mirası. Deməli, its rich cultural past elə Britain's heritage-ə bərabərdir. Məsələn, B ümumiyyətcə uyğun gəlmir. Deyir ki, British disobedience ola bilməz. Əlaqəsi yoxdur cümlə. A conflict between Scotland and Wales bu da ola bilməz. Britain's resistance to invasions, işğallara qarşı müqaviməti bu da ola bilməz. The architecture still practiced today bu da ola bilməz. Çünki orada bir Britain's heritage can be seen in. Bugün cavabımız elə var. Yəni sualdan tapmaq lazım. Gedək B variantı. The underlined word they in the passage refers to, baxaq they. Bu tip test tapşırıqlarında 90% özündən qabaq gələn cümləyə baxırıq, oradakı sözə uyğun tapırıq. Əgər they tək, deməli, burada it olsa təkisim axtarırıq, they olsa cəmsim axtarırıq. Və bundan sonra gələn hissə əlaqəsi yoxdur cümlə ilə. Əsas özündən qabaq gələn cümləyə baxmaq lazım. Deyir ki, Scotland and Wales are separate countries from England with their own legislative assemblies. Deməli, burada söhbət nədən gedir? Şotlandiyadan və Wales'dan söhbət gedir. Fərqli ölkələrdir, countries'dir from England, İngiltərədən. Scotland and Wales are separate countries from England with their own legislative assemblies. Deməli, bu ayrı şeylərdən söhbət gedir də burada və göndərməsi hara olacaqdır? Scotland and Wales. İki şeydən söhbət gedir. Çünki deyir ki, daha sonra they also have their own surviving Gaelic languages and unique traditions. Deməli, söhbət burada elə Şotlandiyadan və Wales'dan söhbət gedir. Düzgün cavabımız elə D variantı olur. Digər sualımız. Which of the following is true of the southeast part of Britain according to the passage? Deməli, keywordümüz southeast part of Britain sözüdür. Bunu gəlib axtarmaq lazım.
southeast. The most populated part of the nations is the southeast, close to London, where modern office buildings mirror the growth of service and high-tech industries. Service. Deməli, keywordlərə birinci baxmaq lazımdır. Burada ən populated part deyir burada. Ən popülər hissəsi bu bir keyword. Modern office biri budur. Buildings, mirror. The growth of service. Deməli, variantlarda mütləq inkişafla bağlı bir şey yoxdur. Yoxdur. Tərs cümlə yaradır. Densely populated deyir burada. Burada deyir ki, amma the most populated. On deyir burada. The growth, baxın, budur, service. Keyword də burada verilir. The growth of service. The growth of service and high-tech industries are reflected by the contemporary architecture of the area. Budur, modern. Bayaq dediyimdə keywordlərlə tapmaq lazımdır. Contemporary, modern, architecture, building ilə architecture gedir onsuz. Area, ərazi, burada da onu deyir onsuz. Düzgün cavabımız elə Y variantı. Heç mətnə baxmadım, sualları oxumadım, mətn tərcümə eləmədim. Keywordlərdə. Sual variant tək-tək tapıram cavabı. Testlərdə ən çox istifadə olunan sual nümunələrindən biri elə bununla bağlıdır. Summary ilə bağlıdır. Summary testlərində ən çox məsləhət gördüyüm nədir? Sonuncu cümləyə köklənməkdir. Çünki summary sözünün mənası conclude, yəni conclusiondur. Bir şey summary olursa, mətnin son cümləsində summary olursa. Əgər deyirsə ki, a summary of the passage, bilin ki, mətnin ya son cümləsi, ya da özündən qabaq gələn cümlə ilə son cümlənin birləşməsi olur. Summary test tapşırıqlarının edilmə qaydası əslində o formada. Ya mətnin son paragrafın, daha doğrusu, paragraf deyək də buna, paragrafın son cümləsi, yoxdursa özündən qabaq gələn cümlə ilə ikisinin merging, birləşməsi olur. Məsələn, mətnə baxın, deyir ki, however much we may complain about the number of advertisements in a newspaper, the fact remains that without advertisements there would be no newspaper. Deyir, qəzetdəki reklamların sayında nə qədər də şikayətçi olsaq da deyir, yəni şikayət eləsək də, şikayətçi olsaq da, şikayətimizi bildirsək də, əslində reallığa gələndə isə deyir, reklam olmadan, yəni reklam olmasaydı qəzet də olmazdı. Yəni reklamsız qəzet mümkün deyil demək istəyir. Əslində televiziyada yəni eyni də budur da. Yəni qəzeti, televiziyanı reklamlar vasitəsilə, yəni reklam sayəsində idarə edirlər. Sonra deyir ki burada, it is the advertisements that finance the newspapers and make it possible for us to buy them cheaply. Burada artıq səbəb açılıb. Deyir ki, qəzeti maliyyə baxımından maliyyələşdirən və onları daha ucuz qiymətə almağımıza şərait yaradan, bunu mümkün eləyən əslində elə reklamlardır. Deməli, bu əslində elə reklamlardır ki, o reklamlar vasitəsilə biz qəzetləri çox asan şəkildə, daha ucuz şəkildə ala bilirik. Deməli, əslində bunun cavabı burada olmalıdır, variantlarda olmalıdır. The larger the circulation of a newspaper, bu ola bilməz. Newspapers print so many, bu ola bilməz. Nowadays, all newspapers, all deyirsə bu iş bitir. Cümlələrdə all sözü varsa onu axtarmayın. It is generally agreed that it's profitable for a large, bu ola bilməz. Advertisements are essential to newspapers. Without them, they could not be produced economically. Gördünüz, bu ola bilməzdir. Yəni, iqtisadi baxımından da qəzetlərin dərc olunması mümkün deyil. Çünki onları maliyyələşdirən elə reklamlardır, deyir. Cavabı Y variantı. Baxın, son cümlənin elə cavabı buradaydı. Bu, eyni şeydir. Finance, economy. Yəni,
financially və ya economically. Eyni şeydir. Hər ikisi eyni məna ifadə edir. Növbəti testimiz sentence completion-la bağlı bir test tapşırığıdır. Deyir ki, mən, unutmayırsınız ki, mən sözü insan, bəşər evladı mənasında olanda böyük yazılır, qarşısında artikel işlənmir. Deyə bilərsiniz ki, mən tək də olan isimdir, qarşısında niyə artikel yoxdur, ya və ya ermənilik, falan filan. Yəni bu sualı verə bilərsiniz əslində. Unutmayırsınız ki, bəşər evladı, insan mənasında heç vaxt artikel işləmir, böyük yazılır özdə hər yerdə. Mən vurğulu olur özdə. Has been polluting the earth from the time he lit his first fire and washed his clothes in the river. İlk insan, yəni insan, ateş, alov, ilk ocaq, ilk odunu yandırıb, yəni ilk ateşin, ilk alovunu yandırır da. Çayda öz paltarlarını yumağa başladığı zamandan bəri, o zamandan etibarən deyir, hələ də deyir, dünyanı, yer kürəsini deyir, kirlətməyə davam etdirir, kirlədir yəni. The increase in pollution and the spread of industry have changed all this. Daha doğrusu birinci söz qaldı burada. This is no longer true. Bu əslində deyir, doğru deyil. Bu artıq doğru deyil, bu artıq keçərli deyil. İndi deyir burada ki, the increase in population daha doğrusu and the spread of industry have changed all this. Deyir ki, əhalinin artması və sənayenin geniş miqyas alması bütün deyir, bunlar demək olar ki, dəyişdirir. İndi söhbət burada nədən gedir? Bu artıq doğru deyil, düzgün deyil, doğru deyil. Bax, buradakı sözə uyğun cavab tapacağım. Məsələn, bu hissədə this is no longer true. The increase in population and the spread of industry have changed. All this buradadır. Eydə deyir ki, motorways, motorway ilə bağlı bir şey yoxdur. 80% cavab burada, 20% cavab burada. Paragraf deməli, cümlə tamamlamalardır. Paragraf tamamlamalar. Birinci sağ, əgər boşluq ortadadırsa, buradadırsa, birinci sağa, sonra sola baxırıq. Sağ əsasdır. Yəni, this is no longer true. Bax, bu hissə əsas. Motorway-dən söhbət getmir burada. Bunu saxlayırıq. Daha doğrusu silirik. Bu ola bilməz. At first, the earth could handle this problem. Nə? Wash his clothes in the river. Axı çayda paltarı yuyub dünyanı kirlədir yer kürəsi. The earth could handle this problem because there was plenty of space, fresh air and water. Əvvəl idi deyir, amma indi yoxdur deyir bu. Yəni alınmır da. Crops məhsullardan danışır, ola bilməz. Cities deyir burada. Burada hava çirklənməsinin növlərindən söhbət gedir. There are two main causes of air pollution. Fumes from the vehicles and chimneys. Yəni bu ümumiyyətlə əlaqəsizdir. Düzgün cavabımız elə bu. Yer kürəsi və yer kürəsi. Gördünüz? Earth. Earth. Problem. Bu da problemi ödəyir. Yəni, əhali artımı, sənayələrin yayılması, bu özü problemdir. Düzgün cavabımız elə B variantı. Yəni, tərcümə eləmədən də variantlar tapmaq olar. Heç mətnin özünü tərcümə eləməyə ehtiyac yox idi. Sadəcə rahat başa düşəsiz deyilən tərcümə elədim. Ehtiyac yoxdur. Bir dənə buradan mən tapdım. This is no longer true. Bu artıq deyir, keçərli deyil. Doğru deyil, keçərli deyil. Növbəti test tapşırığımız gördüyünüz kimi lüğətlə bağlı bir suallardır. Which of the following best completes the given sentences? The new program aims to between students and teachers. Bu yeni proqram deyir, şagirdlərlə müəllimlər arasında bir körpü yaratmağı məqsəd, yəni hədəf edir, özünə məqsəd edir. Hədəfləyir daha doğrusu. To bridge the gap, yəni əlaqə yaratmaq, körpü qurmaq, bağlantı qurmaq. Yəni şagirdlərlə müəllimlər arasında bağlantı, əlaqə, körpü qurmağa hədəfləyir.
Deməli, bir də to bridge the gap olacaq. I'm really çox istəyirəm. Nəyi? Learning new languages. Yeni dillər öyrənməyi çox ürəkdən istəyirəm. Deməli, I am really keen on ifadəsidir burada. You should junk food. Uzaq durmalısan. Nədən? Fast food, junk food. Onlar sinonimlərdir. British sözlü junk food. If you want to be healthy. Sağlam olmaq istəyirsansə, yaxşı olar ki, deyir. Fast fooddan, yəni fast food, ondan uzaq dursan. We our summer vacation every year. Biz deyir, həmişə deyir, yay tətilini səbirsizliklə gözləyirik. Yenə sinif sözlərlə bağlı test tapşırığıdır. 8-ci sinifdəndir. 8-dəndir. 9-dan da var. Dear children should help their parents with simple. Sadə nə olar? Ev işi olar da. Chore around the house. Simple chore, yəni ev işi. Bir D olacaqdır. The cafe's decorations make it a fun place to visit. Cafes, yəni kafenin o maraqlı, qeyri-adi. Nəyi? Quirky decoration. Bu arada quirky daha çox pozitiv cümlələrdir. The cafe's quirky decorations make it a fun place to visit. Bu da düzdür. The city is trying to, its clean energy program. Neynir? Deyir burada sustain edir. Try to sustain. The city is trying to qorumaq, saxlamaq. The city is trying to sustain its clean energy program. Burada dördüncüdə bir şey diqqət yetirməyə lazımdır. Deyir, sakit, çox sakit bir oğlanın, yəni məşhur bir müğənni olması bizi təəccübləndir, çox təəccübləndir, heç gözləməzdik. Çünki much to someone surprised, unexpected situation demək. Və astonished, çox təəccübləndik. Unexpected situation, gözlənilməyən bir vəziyyət idi. Bir də onu deyim ki, much to someone surprised-la burada şəxsi niyə qoymamışam? Çünki ifadələri tək-tək verirəm deyə orada artıq, məsəl üçün, burada mən belə deyə bilərdim. Bu oğlanın bu qədər məşhur olması bizi çox təəccübləndirdi. Much to our surprise, much to our surprise, much to my surprise, much to his surprise, the quiet boy turned out to be a great singer, yəni böyük bir, məşhur bir müğənni olması bizi çox təəccübləndirdi. Və burada much to my surprise, yəni əslində mən belə demiş olaram. I was surprised when I heard that the quiet boy turned out to be a great singer. Demiş olaram əslində. Much to my surprise deyəndə əslində I was surprised. I was astonished. Çox təəccübləndirdi. I didn't expect him to be so popular. Yəni onun bu qədər məşhur olacağını gözləməzdim. Yəni orada zaman məsələsində düşünməyin ki, burada boy var deyə bura his qoyulmalıdır. Yox, əlaqəsi yoxdur. Bu hissə tamamilə fərqli olan phrase hissəsidir. Bizi çox təəccübləndirdi. We were surprised or much to our surprise. Hər ikisi yəni eyni şey bildirir. Görürsünüz, çünki burada vergüllə ayrılır deyə əlaqəsi yoxdur. O bir əlavə bir hissə olur. D, B, C, A, D variantı olur. Which of the following completes a given sentence? As he walked past two in the park, he suddenly heard out. They belonged to a group of boys. Deməli, swinging chair, bu özü bir mürəkkəb isimdir və bu bilirsiniz ki, əgər ki mürəkkəb isimlərin tərkibində müxtəlif nitq hissələri varsa, belə olduğu halda, məsələn, tutaq ki, Forget Me Not, Lily of the Valley, bu kimi birləşmələrdə oldu. Məsələn, bunların hamısında biz deməli sondakı ismi cəm edirik, çünki orada fərqli nitq hissələri olur. Məsələn, Forget Me Not, forget is a verb, not is a particle, forget me is a pronoun.
Yəni biri particle'dır, biri pronoundur, biri verb'dir və bunlar birləşib bir noun ortaya çıxarır. Elə olduğu halda, yəni different parts of speech but just one word, noun. Müxtəlif nitq hissələr ancaq bir dənə söz ortaya çıxır. Pops up a word, yəni bir söz ortaya çıxır da, bir dənə. Burada da elədir. Məsəl üçün swinging, chair, just gördünüz ing, chair is a noun. Fərqli nitq hissəsi olduğuna görə biz bunları nə etməliyik? Mürəkkəb isim yaradanda ki, mürəkkəb isimdir. Cəmi ancaq sona artırılır. Swinging chairs. İkincidə a loud laugh. Burada bircə dəqiqə loud variantları əlavə elədik. Bir o qəfildən eşitdi bir gülüş. Laugh da yox, laugh. Laugh bu arada countable'dır, qarşısına article da vermək olar. Və son boşluqda isə they belong to a group of 16-year-old boys olmalı. Çünki bilirsiniz ki, biz orada onları cəmləmirik. Çünki əgər hyphen varsa isimlə say arasında hyphen verilibsə, orada s vermək olmaz. Məsələn, D variantı gedir. Ola bilməz. Digər variantlarda zaten burada chairs olmalıydı A variantında. B doğrudur. Daha doğrusu B-də laugh da yox, laugh olmalıdır. Loud laugh. C düzdür. D variantında deməli S burada olmalı deyil. Çünki hyphen varsa S olmaz. E variantında S yoxdur. Çünki burada to deyir. To swinging chairs olmalıdır. Loud laugh, 16-year-old. Düzgün cavabımız elə C variantı. Possessive case of dayan, yenə ismin gəlik onunla söhbət gedir. Deməli, the boy was looking through a children's magazine. Deməli, burada bir şey diqqət yetirmək lazım. Bayaqki məsələdə for-la əvəz eləmə. Magazine for children. Children's magazine or a magazine for children formasında. Yəni bu elə bir mağazindir ki, jurnaldır ki, uşaqlar üçün. Yəni a magazine for children or a magazine for someone. Yəni burada for-la əvəz oluna bilir deyə biz bunu formada istifadə edirik. İkincidə at that time he lived in a little flat for economy's sake. Zaten sake'lər bilirsiniz ki, apostrof S-dən olur. It was 4.5 hours ride. 4 və yarım. 4.5 hours ride. Bu da düzdür. Əslində belə də ola bilərdi. Half and 4 or 4.5 hour ride da ola bilər. Belə də vermək olardı. Hyphen'la. O da, bu da düzdür. He was puzzled by Ann Peter's visit. O ikisinin ortaq şeyindən söhbət gedir. Yəni sonda gələn isim, əvvəldə gələn isimlə bütövlükdə aiddir. Ayrı-ayrılıqda yox. Bütövlükdə aid olanda, yəni o deməkdir ki, sağdakı isim, yəni visit sözü soldakı iki isimə bütövlükdə aiddir, ayrı-ayrılıqda yox. Elə olduğu zaman biz yiyəliyi sona qoyuruq, əvvələ qoymuruq. Yəni hər ikisinə qoymuruq daha doğrusu, birinə qoyuruq. Məsələn, əgər ki, iki nəfərin bir ortaq anasından söhbət gedirsə, yəni hər iki bu evlad bir ananın evladıdırsa, o zaman sonuncuya qoyurduq yiyəli. Bu da eyni məsələdir. Çünki ikisi eyni anda gəliblər və gəlişdən də puzzle da olur. Səhv yoxdur. 1, 2, 3, 4 Y variantı.